Heyvan haqları fəalı Yelena Simakina artıq 7 ilə yaxındır ki, aktiv olaraq küçə heyvanlarının xilası, onların müalicələri və yerləşdirilməsi ilə məşğuldur. Bundan əlavə, bütün bu illər boyu həm də heyvanların hüquqlarının müdafiəsi Yelena Simakinanın mübarizə apardığı əsas məsələlərdən biridir. Bu könüllü məşğuliyyətə heyvanların xilası, bütün müalicə xərclərinin qarşılanması, heyvanlara lazımi qulluq, onların vaxtında peyvəndlənməsi və sterilizasiya edilməsi aiddir. Xilas etdiyi heyvanları isə Hövsan qəsəbəsində şəxsi sığınacağında saxlayır. Lakin Yelena Simakina onun 8 itinin toplan sahibsiz itlərə qayğı mərkəzinin əməkdaşları tərəfindən aparılmasından şikayətçidir. O deyir ki, aparılan itlərin rəsmi pasportu, vaksinasiya və sterilizasiya olmaları ilə bağlı sənədləri var. Buna baxmayaraq, Yelena xanımın toplana dəfələrlə etdiyi rəsmi müraciətləri nəticəsiz qalıb. Məktublar da göndərmişim, belə də müraciət etmişəm. İdeya da yazmışam. Bunlar hamısı müraciətlərimizdir. Gözəl Fyodor, mən onu necə götürmüşdüm? Demodikozlu, zəif, tüksüz. Onu özüm müalicə etdim. Necə sağlam, baxımlı it oldu. Mən blogeram. YouTube'da onun videoları da var. Onu hansı halda götürmüşdüm və o necə dəyişdi? Onlar görmür ki, bu ev itidir, əlbəttə görürlər. O, bununla bağlı toplan sahibsiz itlərə qayğı mərkəzinə qarşı məhkəmə iddiası qaldırıb. Hakim mənə deyir ki, itlərin pasportunun olması onların sizin olmağını sübut etmir. Bu it mənim adıma qeydiyyatdadır. Mən bu itə pul xərcləmişəm. Peyvənd etmişəm, sterilizasiya etmişəm. Düzdür, sterilizasiyanı ideyada edirəm. Orada pulsuzdur bu xidmət. Amma yol xərcləri, əməliyyat sonrası baxım, yemləmə. Bu itləri həm də mən küçədən sağlam götürməmişəm. Sterilizasiyadan əvvəl hələ müalicələri olub. Toplan əgər deyirsə ki, itin pasportunu gətirin, onu sizə geri qaytaraq və belə olduğu halda qaytarmırsa, onlar həm qanunu, həm də öz iş etikalarını pozurlar. Yelena Simakina toplanın əvvəllər sahibsiz küçə heyvanlarının öldürülməsi ilə bağlı ittiham edilən Sovetlər dönəmindən Sabaçi Yaşik kimi tanınan qurumun yerinə tikildiyini və onların eyni qurum olduğunu güman edir. Məhkəmədə hakim toplanın nümayəndəsindən soruşur ki, sizin toplanda işlədiyinizi göstərən hər hansısa bir sənədiniz var? O deyir ki, yox. Bizim toplanla əlaqəli heç bir şeyimiz yox. Toplan sadəcə bir lövhədə addır. Rəsmi olaraq toplan yoxdur. Bakı şəhər icra hakimiyyəti nəzdində Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi var. Hansı ki, xalq arasında Sabaçi Yaşik kimi tanınırdı. Yelena xanım həm də qeyd edir ki, o öz itlərini ideya sahibsiz heyvanlara qayğı mərkəzində sterilizasiya etdirir. Həmin itləri isə toplan qulaqlarında ideyanın bir kasının olmasına baxmayaraq mərkəzə aparıb. İndi baxın, ideya sterilizasiya edir, küçəyə buraxır. Ardınca toplan gəlir, çiplənmiş itləri aparır. İndi mənə izah edin, ideya təşkilatı niyə var? O təşkilat xeyirxah məqsədlərlə yaradılıb ki, mümkün qədər çox heyvan axtalanıb, sayları tənzimlənsin. Sterilizasiya edilmiş heyvan çoxalmayacaq. Sonra isə nə qədər yaşayacaqsa yaşayacaq. Öz təbii ölümü ilə öləcək. Toplan isə artıq sterilizasiya edilmiş itləri də aparır. Toplanın məqsədi nədir bəs? İtləri tutmaq, sterilizasiya edib geri qaytarmaq. Sual yaranır. Toplan, o halda siz birkalı itləri niyə aparırsınız? Toplan sahibsiz itlərə qayğı mərkəzinin açılışı 2019-cu ilin fevralında baş tutub. Mərkəz Heydər Əliyev Fondunun və Bakı şəhər icra hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılıb. Bakı şəhər icra hakimiyyətinin saytında qeyd olunub ki, toplan sahibsiz itlərə qayğı mərkəzi sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Bundan əlavə qeyd olunub ki, layihə çərçivəsində Bakı ərazisində toplanan və mərkəzə gətirilən itlər peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədi ilə müvafiq əməliyyat aparılacaq,
çiplə təmin olunub yenidən tutduqları əraziyə buraxılacaqlar. Vətəndaşların qayğısına qaldığı itlərin mərkəz tərəfindən aparılmağı ilə bağlı şikayətlərə sosial mediada da rastlaşmaq mümkündür. İnsanlar itlərin hara aparıldığı və onların gələcək taleləri ilə bağlı narahatdılar. Toplanın rəsmi Facebook səhifəsində paylaşılan ən son hesabat 2021-ci ilin aprelinə təsadüf edir. Yelena Simakina və digər heyvan haqları fəallarını maraqlandıran isə müvafiq prosedurlardan keçəndən sonra əvvəlki ərazilərə geri qaytarılmayan və himayəyə verilməyən itlərin yeridir. Cavabsız qalan suallar vətəndaşlar arasında müxtəlif şayələri gətirib çıxarıb. Fəallar toplanın itləri xarici ölkələrə və dönərxanalara satmaqda və hətta yandırmaqda ittiham edir. Şayələr həm də toplanın əməkdaşlarından yan keçmir. Vətəndaşlar arasında əməkdaşlara tutulan hər itə görə müəyyən məbləğ ödəndiyi ilə bağlı fikirlər var. Çox şayə var. Çünki qapalı təşkilatdır. Heç bir məlumat verilmir, itlər qaytarılmır. Çox nadir hallarda kimsə öz itini götürə bilir. Bir dəfə mən öz itimi götürmüşəm oradan. Çətinliklərlə. Bir ay saxladılar. İti mənə qaytaranda isə onu necə götürmüşdülərsə, eləcə də sterilizasiya olunmamış geri qaytarmışdılar. Bütün bu iddialarla bağlı Amerika səsi dəfələrlə Bakı şəhər icra hakimiyyəti, toplan sahibsizliklərə qayğı mərkəzi Heydər Əliyev fondu ilə əlaqə saxlasa da suallara cavab almaq mümkün olmayıb. Qeyd edək ki, Azərbaycanda heyvanlarla qəddar rəftar İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə tənzimlənir. Maddədə qeyd olunur ki, heyvanlarla rəhimsiz davranmaqla onların şikəst və tələf edilməsinə görə 500 manat məbləğində cərimə edilir.